Zəkəriyyə 4-cü fəsil 5-ci görüntü Çıraqdan və zeytun ağacları. Mənlə danışan mələk geri qayıdıb məni yuxusundan oyanan adam kimi oyatdı. O məndən soruşdu. Nə görürsən? Mən dedim. Büsbütün qızıldan olan bir çıraqdan görürəm. Onun başında zeytun yağı üçün bir qab, üzərində 7 çıraq, çıraqlarda isə 7 lülə var. Çıraqdanın yanında isə biri yağ qabının sağında, o biri solunda olmaqla 2 zeytun ağacı var. Sonra mənlə danışan mələkdən soruşdum. Ay ağam, bunlar nədir? Mənlə danışan mələk, bunların nə olduğunu bilmirsənmi? Deyə soruşdum. Mən də, yox ağam, dedim. O mənə cavab verdi. Zerrubbabilər Rəbbin sözü budur. Güclə, qüdrətlə yox, yalnız mənim ruhumla iş görəcəksən, deyir ordular Rəbbi. Sən kimsən ey uca dağ? Zerrubbabilin önündə düzənliyə çevriləcəksən. Məbədin üst daşı nə gözəl nidaları altında götürüləcək. Mənə Rəbbin sözü nazil oldu. Bu evin təməlini Zerrubbabilin əlləri qoydu. Onun əlləri də bunu sona çatdıracaq. Onda biləcəksən ki, ordular Rəbbi məni sizin yanınıza göndərib. Bugünü kim əhəmiyyətsiz hesab eləyə bilər? Məhz bugün adamlar Zerrubbabilin əlində Şaugulu görəndə sevinəcək. Bu 7 çıraqsa Rəbbin bütün yer üzündə dolaşan gözləridir. Mən ondan soruşdum. Bəs çıraqdanın sağ və solunda olan bu 2 zeytun ağacı nədir? Sonra yenə soruşdum. 2 qızıl borucuq vasitəsilə içindən qızıl rəngində yağ axan bu 2 zeytun budağı nədir? O məndən soruşdu. Bunların nə olduğunu bilmirsənmi? Mən də yox ağam, dedim. O mənə dedi. Bunlar bütün yer üzünün sahibinin önündə duran məhz olunmuş 2 nəfərdir.